Bu ilin ilk 2 ay ərzində Azərbaycana xarici ölkələrdən 11,6 milyon dollar dəyərində 39,2 min ton kartof ixal olunub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixal olunan kartofun 1 kiloqramının orta gömrük dəyəri 50 qəpik olub. Qeyd edək ki, ixal olunan kartofun 68% Türkiyədən, 26,5% Gürcüstandan, 4,5% İrandan gətirilib. Məlumat üçün bildirək ki, ötən ilin aprel ayında kartofun 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 90 qəpik olduğu halda hazırda 2 manat 20 qəpiyə yüksəlib. Rəqəmlərdən də göründüyü kimi son bir ildə kartofun qiyməti 2,4 dəfə bahalanıb. Məlumat üçün bildirək ki, qonşu ölkələrdə kartofun qiyməti Azərbaycanla müqayisədə daha ucuz satılır. Məsələn, hazırda Azərbaycanın aparıcı supermarketlərindən biri olan Rahatda kartofun 1 kiloqramı 1,3 dollara satılır. Eyni məhsul, yəni 1 kiloqram kartof Ermənistanın məşhur Sas supermarketində 1,1 dollara, Gürcüstanın məşhur Carrefour supermarketində isə 0,7 dollara satılır.